Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Deyir ki, AOB bucağı 120 dərəcə. AOB bütün bax bu bucaqdır. AOB bucağıdır. Deyir ki, OD tənböləndir. OB bucağı deyir tənböləndir. Biz bilirik ki, tənbölənin xassəsi nə idi? Bucağı tən bərabər, yəni 2 bərabər hissəyə bölür. Burada COB-nin tənbölənidir. COB bucağı da bu bucaqdır. COB bucağını x olarak bölübdür. Onda mən və bizə deyir ki, bu AOC bucağı bura 20'dir. Və mən bilirəm ki, bunların hamısının cəmi neçə dərəcədir? 120 dərəcə bizə verir. Yəni mən 20 üstəgəl x bərabərdir 120 şəklində yaza bilərəm. Bu x'ları toplasam 2x üstəgəlinsin 20 bərabərdir 120'yə. 2x bərabərdir 120 çıxılsın 20'yə. 2x bərabərdir 100 dərəcə olacaq və buradan x də bərabərdir 100 bölünsün 2, x də bərabər oldu 50 dərəcə. Yəni, deməli burada 50 imiş, burada 50 imiş. Həqiqətən də 50 ilə 50'ni toplayanda 100, 100'ün üstə 20 gələndə 120 dərəcəni alırıq. Cavabımız elədir B variantı.